Yeni ifadə və sözlər öyrənməyə hazırsınızsa, buyurun başlayaq. Bu ifadələr xüsusilə 11-ci sinif buraxılış imtahanında qarşımıza çıxa bilər. Birinci ifadə stick in one way of thinking. Stick in one way of thinking. Mənası nədir? Bir düşüncə tərzinə sahib olmaq, fikrini dəyişməmək, belə deyək, dar düşüncəli olmaq. Sözbəsöz tərcümə etsək, stick, yapışmaq, in, içində, one way of thinking, yəni bir yeganə düşüncə tərzi. Bu ifadə əsasən kimlər haqqında istifadə olunur? Fikrini dəyişməyən insanlar haqqında və ya fərqli fikirləri qəbul etməyənlər haqqında, yeni ideyalara açıq olmayanlar haqqında. Məsələn, deyək ki, o həmişə fikrini dəyişmir, elə bir fikrə yapışıb qalır və başqalarını dinləmir. Deyərik ki, he always sticks in one way of thinking and never listens to others. Sinonim olaraq narrow-minded sözünü götürə bilərik. Antonim olaraq isə open-minded ifadəsini götürə bilərik. Bu isə yəni yeni düşüncələrə, yeni fikirlərə açıq olan mənasını bildirir. İkinci ifadə step off in any argument. Step off in any argument. Yəni mübahisə zamanı geri çəkilmək, kənara çəkilmək, mübahisəni davam etdirməmək. Step off təklikdə kənara çəkilmək mənasını onsuz da bildirirdi. Argument isə mübahisə idi. Nə zaman istifadə olunur bu ifadə? Mübahisəni böyütmək istəməyəndə, qarşı tərəfini sakitləşdirmək istəyəndə və ya özünü qorumaq məqsədi ilə. Necə deyərik? O, vəziyyəti pisləşdirmək əvəzinə mübahisədən geri çəkildi. Cümlə belə düzələcək, o mübahisədən geri çəkildi. She decided to step off mübahisədə, in the argument, əvəzinə yerinə instead of, vəziyyəti pisləşdirmək, making things worse. Yəni, she decided to step off in the argument instead of making things worse. Üçüncü söz isə outgo. Outgo deyə səslənir. Mənası xərc, çıxan pul, məsrəf. Bu söz gündəlik danışıqda çox səslənmir, amma daha çox maliyyə hesabatlarında, rəsmi sənədlərdə, biznes söhbətlərində istifadə oluna bilir. Məsələn, deyək ki, aylıq xərclərimiz gəlirimizdən çoxdur. Deyəcəyik ki, our monthly, aylıq outgo is higher than our income. Income isə gəlir deməkdir. Our monthly outgo is higher than our income. Əgər ifadələrin yadınızda qaldığını düşünürsünüzsə, onda kiçik bir testlə bunu sübut edin.